Yeni ili bayram saydıqda ibadətə aid olan hansı 7 əməldə yanlışlar etmiş oluruq? Birincisi, təslimiyyət ibadəti. Yəni, biz Allahın endirdiyinə təslim oluruq və əgər biz insanların fikirləşdiyi, uydurduğu yalanlara təslim oluruqsa, o ritualları ediriksə, deməli, təslimiyyət ibadətində yanlışlar etmiş oluruq. İkincisi, ailə sevgi. Yəni, biz hər şeyin, hər bir xeyrin Allahdan olduğunu bilirik və onu sevirik və bayramdan gələn xeyrin yanlış olduğunu biz bilməliyik. Əgər biz bayramın da bizə xeyir gətirdiyini fikirləşib onu seviriksə, deməli, Allaha sevgidə, yəni qeyri-adi, qeybdən olan ümidlə sevgidən söhbət gedir. Yəni, o sevgini əgər bayrama yönəldiriksə, deməli, yanlışlar etmiş oluruq. Üçüncüsü, biz Allahı təzim edirik, böyük sayırıq. Bu ibadətdə əgər biz hansısa bir bayram böyük sayırıqsa, yolkaları böyüdürük, yəni bu bayramın nəysə güc, qüvvə sahibi olduğunu, nəysə bir gələn ildə xeyir gətirəcəyini, ya ziyan verəcəyini fikirləşiriksə, bayramı böyütmüş oluruq və ziyan etmiş oluruq. Dördüncüsü, biz böyütdüyümüz, gözümüzdə böyütdüyümüz nədənsə başlayırıq qorxmağa. Yəni, biz bunu inananlar kimi Allahı sevirik, Allahın sevgisini, razılığını itirməkdən qorxuruq. Amma əgər biz bayramın düzgün keçirilib keçirməməyindən qorxuruqsa və bayramın gətirəcəyi hansısa yalan uydurulmuş xeyri itirməkdən qorxuruqsa, bu ibadətdə də yanlış etmiş oluruq. Beşincisi, ümid etmək. Altıncısı, istəmək. Yedincisi, təvəkkül etmək. Yəni, biz Allaha ümid edirik və ona görə də ondan istəyirik və ona görə də nəticəni ondan gözləyirik. Əgər biz ümidimizi yeni ilin 31-nin necə keçirilməyinə bağlasaq, ya istəklərimizi Allahdan yox, Şaxta babadan istəsək və gözləsək və təvəkkülümüzü Allaha yox, yəni nəticəni Allahın verəcəyinə yox, tarixin nəyəsə təsir edəcəyinə təvəkkül etsək, yəni 2023-ün, məsəl üçün, hansısa bir düşərli olacaq, düşərli olmayacaq, onun düşərliyinə ya xeyirliyinə təvəkkül etsək, ziyana uğramışlardan olarıq. Yəni, ya böyük günahlara giririk, ya da ki, Allah iraq eləsin, şirkə düşmüş olarıq. Ona görə Allah bizi yanlış ideologiyalardan qorusun və Allaha təslim olan, Allahı sevən, Allahı böyük sayan, Allahın sevgisini itirməkdən qorxan və ona ümid eləyib, ondan istəyib, ona təvəkkül edən xalis sevimli bəndələrindən olmağı bizə qismət eləsin.